Bu yaşıl tərəvəz bədəninizdə elə dəyişikliklər edir ki, heç bir dərman bununla bacarmır. Sonda isə sizə verəcəyim məlumatlar sizi heyrətə salacaq. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub. Bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Tərkibindəki mikroelementlərdən xəbəriniz varmı? Əgər yoxsa mütləq izləyin, çünki bu sizi çox təəccübləndirəcək. Tərkibində qlükoza, nişasta, kalsium, maqnezium, dəmir, gümüş və nələr var. Xiyarın əsas tərkib hissəsinin 95% sudur. Bundan başqa A, C, B qrup, E və PP vitaminləri müxtəlif mikroelementlər və minerallarla zəngindir. Bu xüsusiyyəti sayəsində xiyar sidik qovucu sayılır. Sidik vasitəsilə bədəni zəhərlərdən təmizləyərək iltihabı aradan qaldırır. Xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını almaqda mahirdir. Qaraciyər üçün də olduqca faydalıdır. Xiyar suyu qanda olan xolesterinin səviyyəsini aşağı salır. Xərçəngə qarşı mübarizə aparır. Xüsusən döş, yumurtalıq, prostat, uşaqlıq, sütun xərçəngi kimi xərçəng növlərinə yoluxma riskini azaldır. Ağır ədviyyatlı qidalar yedikdən sonra bir xiyar dilimi götürüb damağınıza qoyun və 30 saniyə gözləyin. Xiyar ağız qoxusu azaldaraq ona səbəb olan bakteriyaların ölməsinə kömək edir. Göbək yağlarından xilas edir. Bədəni nəmləndirir. Qığırdaq və sümük inkişafına kömək edir. Dəriyə təbii parlaqlıq verir. Göz ətrafı göyərmələr və gözlərin şişməsinə qarşı faydalıdır. Yüksək təzyiqə qarşı faydalıdır. Əqli və fiziki yorğunluğu aradan qaldırır. Susuzluğu götürür. Qəbizlik problemini həll etməyə kömək edir. Liflə olduqca zəngindir. Bədən istiliyini normasında saxlayır. Həzm sisteminə faydalı olub, həzmsizliyi yox edir. Saç və dırnaqları gücləndirir. Bundan başqa bağınızda yetişdirdiyiniz məhsullara həşəratlar ziyan vurursa, balaca bir kasaya bir neçə dilim xiyar qoyub bağınızın həmin yerinə yerləşdirin. Bir müddət sonra həşəratların olmadığını görəcəksiniz. Bundan əlavə gözəl qoxusu və parıldadıcı xüsusiyyəti sayəsində müxtəlif əşyaları parıldatmaq üçün də istifadə edilir. Xiyarın faydalarını həyatınıza tətbiq etməyə başlamaq üçün nəyi gözləyirsiniz? Unutmayın, hər gün bir xiyar sizi sağlam saxlayar. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub, bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.